Söhbət pişikdən düşdü. Pişiklər haqqında, inanclar haqqında. İnsan var ki, qara pişiyə pis baxır. Xeyr. O inandırıcı olmalı. İnsan da var, qara pişik ona düşür, uğur getirir. Ümumiyyətlə müəyyən heyvanlar var, pişikdir, heyvandır. Necə ki, insanların bədəninə müşərrəflər, cinlər müsəllət olan kimi, bu heyvanların bədəninə də müsəllət ola bilir. Onları tez olurlar. Və müsəllət olmaq o demək deyil ki, bu pisədir. Yəni müəyyən dövrdə olur, 1 saat, yarım saat, 2 saat və çıxır gedir. Amma bir məsələ eşitmişəm, həqiqətən doğru deyil, yalandır, onu qoy deyim. İnsanın bədəninə cin müsəllət olanda onun bir əlaməti də olur. Hər bir insan gündə gedəndə onun kölgəsi olur. O bədəndə cin olanda onda kölgə olmur. İstəyir heyvan olsun, istəyir insan olsun. O insanda bəli, o insanda kölgə olmur həmin vaxtlar. Bir tanıma müddəti də budur. Buyur.